Hoş gördük sizləri əziz abituriyentlər. Bugün sizinlə sözlər arasında sintaktik əlaqənin növləri, tabesizlik və tabelik əlaqəsi mövzusunun testlərini işləyəcəyik. Çalışacağım bu testləri asan izah formasında verim, həm də bu bölməni siz rahatlıqla öyrənəsiniz. Başlayaq birinci sualdan. Birində nə deyir? Xəbər və mübtəda kəmiyyətə görə uzlaşmayıb. Nəyə görə? Kəmiyyətə görə. Baxaq, mən sülhə səs verirəm. Deməli, necə olmalıdır uşaqlar? Mübtəda təkdədirsə, xəbər təkdə olmalıdır. Mübtəda cəmdədirsə, xəbər cəmdə olmalıdır. Yox, əgər bu prinsip pozulubsa, deməli, uzlaşma əlaqəsi pozulub. Bu nə vaxt pozula bilər? Təbii ki, mübtəda cansızlara aiddirsə, cəmdə olsa belə xəbər təkdə olur. Yəni, D variantına baxaq. Mübtəda cəmdədir, xəbər isə təkdə. Deməli, cavab D bəndi olacaq. Sual 2. Hansı cümlədə tabesizlik əlaqəsi həmcins üzvlərlə bağlıdır? Tabesizlik əlaqəsi həmcins üzvlərlə bağlıdır. Tabesizlik əlaqəsi ümumiyyətlə iki yerdə özünü göstərir. Həmcins üzvlər arasında, bir də tabesiz mürəkkəb cümlənin tərəfləri arasında. Baxaq, muzey cürbəcür şəkillərlə bəzədilmiş, lakin sərgi hələ başlamamışdır. Burada ayrı-ayrı cümlələrdir. Çünki hər xəbərin nəyi var? Öz mübtədası var. Deməli, bu həmcins üzvü yox, mürəkkəb cümlə arasındadır. Günəşin şüaları pəncərədən içəri süzülsə də, sa plus da, deməli, bu tabeli mürəkkəb cümlədir. Ümumiyyətlə, tabelisiz əlaqəsi yoxdur. Gözəl bir yaz səhəri idi, quşların cəhcəsi ətrafı bürümüşdü. Burada da mürəkkəb cümlədir. Qızıl güllər və yasəmənlər bağa xüsusi gözəllik verirdi. Gördüyünüz kimi qızıl güllər və yasəmənlər mübtədadır, həmcins mübtədalardır və cavab B bəndi olacaq. Sual 3. Hansı nümunədə cümlə üzvləri arasında tabesizlik əlaqəsi var? Deməli, biz tabesizlik əlaqəsini axtarırıqsa və bağlayıcısını gördüyümüz an bilin ki, orada tabesizlik əlaqəsi var. Bəzən sadalama intonasiyasında vergül qoyulur və biz vergülü və ilə əvəz edə biliriksə, deməli, orada da tabesizlik əlaqəsi var. Baxaq, həm kitabımı, həm də dəftərimi evdə unutduğum üçün sinifə girməyə tərəddüd edirdim. Nə üçün tərəddüd edirdim? Həm kitabımı, həm də dəftərimi. Deyə bilərsiniz, bəs burada deməli, bunların arasında tabesizlik əlaqəsi var, amma bu müstəqil, kitab və dəftər müstəqil olmadığı üçün, yəni müstəqil cümlə üzvü olmadığı üçün cavab A olmayacaq. Çünki bizə deyir ki, cümlə üzvləri arasındadır. Burada isə kitab və dəftər arasında təbii ki, tabesizlik əlaqəsi var. Amma kitab və dəftər sözü müstəqil cümlə üzvü deyil. Sadəcə olaraq fe'li sifət tərkibinin aslı tərəfidir. B bəndinə baxaq. Hərçənd tez-tez dostumu xatırlayırdım. Amma ona zəng vurmağa cürət etmirdim. Bura baxaq. Xatırlayırdım. Hərçənd varsa, deməli bu mürəkkəb cümlədir. Bu da olmayacaq. Əziz dostlarım və sirdaşlarım, bundan sonra Turalı emini də qorumalıyıq. Burada dostlarım və sirdaşlarım xitabdır. Bunlara görə yox, Turalı və emini sözlərinə görə, yəni tamamlığa görə biz C bəndini götürəcəyik. Keçək növbəti suala. Mən yeni öyrəndiklərimi sənə və Elxana deyərəm cümləsində tabesizlik əlaqəsi hansı sözlər arasındadır? Dediyim kimi və bağlayıcısı varsa sənə və Elxana. Cavab olacaq D bəndi. Sual 5. Hansı cümlədə tabesizlik əlaqəsində olan sözlər vardır? Baxaq, aşağıda dərənin dibində. Gördüyünüz kimi burada nədir? Əlavə işlənib. Üzr istəyirəm, səhv seçdim. Burada əlavə işlənib, cavab A olmayacaq. Biz şəhərin kənarında təzə ev tikirdik. Burada ümumiyyətlə yoxdur heç nə. Kolların dibində çəhrayı, ağ bənövşələr bitmişdi. Tabesizlik deyirsə, demək, çəhrayı və ağ bənövşələr və artıra bilirsə, çəhrayı və ağ həmcins təyinlərdir və tabesizlik əlaqəsi var. Cavab C bəndi.
Sual 6. Hansı cümlədə tabelçilik əlaqəsində olan sözlər vardır? Düzlər məxmər paltarını geymiş, döşünə çiçək taxmışdı. Deməli, gəlin baxaq. Biz bunun üçün nəyi bilməliyik? Mürəkkəb cümlə ilə sadə cümləni fərqləndirməliyik. Əgər baxaq geymiş, bir də taxmışdı. Gördüyünüz kimi iki xəbər var. Əgər bu iki xəbər bir mübtəda ilə əlaqəlidirsə, bu olacaq sadə cümlə. Yox, hər xəbərin ayrı-ayrı mübtədası varsa, bu olacaq mürəkkəb cümlə. Geyən də düzlərdir, taxan da düzlər. Deməli, bu həmcins xəbərli sadə cümlədir. Həmcins xəbər olduğu üçün ondan sonra nə olacaq? Tabelçilik əlaqəsi olacaq. Cavab A bənd. Sual 7. Hansı nümunədə tabellik əlaqəsində asılı tərəf kimi çıxış edən sözdə hal şəkilçisi işlənmişdir? Qəflətən, dayanmadan, qəflətən zərf düzəldib, dayanmadan fe'li bağlama. Burada ümumiyyətlə heç bir şey yoxdur. Aslıdan zərf düzəldib, cavab B bəndi, səndən danışırdıq. Sual 8. Əsər adlarının birində tabesizlik əlaqəsi var. Sevinmə, gülmə, quzum. Aha, sonra sən həmişə mənimləsən, burada bir şey yoxdur. Yollara iz düşür, burada bir şey yoxdur. Fəhlə, özünü sən də bir insan mı sayırsan? Burada fəhlə xitaba aiddir. Fəhlə deyirəm. Vergül xitaba aiddir. Ona görə burada bir şey yoxdur. Mən kiməm? Burada heç bir şey yoxdur. Demək cavab nə oldu? A bəndi. Sevinmə və gülmə, quzum. Sual 9. Mən indi məktəbli dostlarımı tez-tez yola salıram cümləsindəki sözlər arasında tabellik əlaqəsi hansı bətdə düzgün göstərilməmişdir? Tez-tez yola salıram, olar. Mən indi. Cavab bu olacaq. Çünki gördüyünüz kimi mən indi təklikdə işlətmək olmur. Baxaq C-yə, məktəbli dostlarımı. Görürsən, işlətmək olur. Dostlarımı yada salıram, olur. Səhv burada əksinə olur. İndi yada salıram, bu da olur. Deməli, xəbərlə zərflik, tamamlıq, təyin arasında tabellik əlaqəsi olur. Amma mübtəda və zərflik, mübtəda və tamamlıq arasında, zərflik və tamamlıq arasında heç bir sintaktik əlaqə olmur. Burada mən və indi mübtəda və tamamlıq olduğu, zərflik olduğu üçün heç bir nə olmayacaq? Sintaktik əlaqə olmayacaq. Keçək 10-cu suala. Tabesizlik əlaqəsi hansı cümlədir? Tabesizlik əlaqəsini soruşur. Biz baxaq. Həzi boz rəngli qabı yerə vurub. Burada yoxdur. Kişi gah yeriyir, gah da dönüb geriyə baxırdı. Yeriyəndə kişidir, baxan da kişidir. Deməli, həmcins xəbərli, çünki iki dənə xəbərin mübtədası eynidir. Həmcins xəbərli sadə cümlədir və yeriyir və baxır arasında tabesizlik əlaqəsi var. Deyə bilərsiniz, bəs D-dən niyə olmasın? Gəlmişəm, dincəlim. Gəlin belə eləyək, gəlmişəm. Biz vergülün yanına ki bağlayıcısını əlavə eləyə biləriksə, deməli ki tabeli olduğu üçün bu da olacaq tabeli mürəkkəb cümlə. Gəlmişəm ki, dincəlim. Yəni cavab D olmayacaq. Cavab B variantı. Uzlaşma əlaqəsi hansı cümlə üzvləri arasında olur? Təbii ki, xəbər şəxsə və kəmiyyətə görə mübtəda ilə uzlaşır. Bu asan sualdır. İndi baxaq suala. 12-ci sual. Cədvələ əsasən uyğun fikirlərin müəyyən edin. Tabelçilik əlaqəsi həmcins üzvlərlə bağlıdır. Baxaq. Mən meşədə xeyli gəzib yorulmuşdum, həm də çox acmışdım. Baxaq, acmışdım, yorulmuşdum ki, mən. İki xəbər bir mübtəda ilə əlaqəlidirsə, bu həmcins xəbərli sadə cümlədir. Deməli, cavabımızın biri olacaq 1. Əgər əlini budaqdan asılmış olduğum tüfəngimi atsaydım, sasə varsa burada, deməli bu tabeli mürəkkəb cümlədir. Yəni, ümumiyyətlə burada tabelçilik əlaqəsi yoxdur. Söz ağzımdan çıxar-çıxmaz aid ikisindi. Yox, daha doğrusu baxaq, tabelçilik əlaqəsi mürəkkəb cümlə ilə bağlıdır deyir. Söz ağzımdan çıxar-çıxmaz ayı diksindi və ağacdan yerə hoppandı o. Hoppanan odur,
Diksinən isə ayıdır. Deməli, hər bir xəbərin ayrı-ayrı mübtədası olduğu üçün cavabımızın da biri 3 olacaq. 4-də isə uşaqlar 2 tabeli bağlayıcı olduğu üçün bu tabeli mürəkkəb cümlə olacaq. Cavab 1 və 3 A bəndi. 13. Verilmiş cümlədə hansı sözlər arasında sintaktik əlaqə yoxdur? Bayaq dediyimiz kimi sintaktik əlaqə harda olmaz? Mübtəda və tamamlıq arasında, mübtəda və zərflik arasında, zərflik və tamamlıq arasında. Axşam Rəsul məntəqədən evə gec gəldi. Gec gəldi. 5 və 6 arasında olur. Sonra evə gəldi. 4 və 6 arasında da olur. Sonra axşam gəldi. Axşam və gəldi arasında da olur. Sonra Rəsul gəldi. Rəsul və gəldi arasında da olur. Amma məntəqədən sonra bax məntəqədən gəldi. Məntəq 3 və 6 arasında da olur. Görək nəyin arasında olmadı? Baxaq. Məsələn, axşam Rəsul. Təbii ki, axşam zərflikdir. Rəsul mübtəda 1-2 olmayacaq. Məntəqədən evə. Təbii ki, bunların da arasında olmayacaq. 1-2, 3-4. Cavab E bəndi. Köhnə ağrı çəkmələrini taqqıldıda həyətə endi cümləsində hansı sözlər arasında sintaktik əlaqə yoxdur? Sintaktik deyirsə, bu həm tabeli, həm tabesiz olacaq. Köhnə və ağır tabesizlik əlaqəsi var, həmcins üzvlərdir. Deməli, 1 və 2 olacaq. 2 və 3-ə baxaq. Ağır çəkmə, təyin və tamamlıq olacaq. Sonra 5-6 həyətə endi. Bəli, zərfliklə xəbər olacaq. 3-4-ə baxaq. Çəkmələrini taqqıldıda. Bəli, 3-4 arasında olacaq. 4-5 taqqıldıda həyətə. Gördüyünüz kimi mənasız olur və yəni ki, əlaqə yoxdur. Cavab B bəndi. Hansı cümlədə daha çox məqamda sintaktik əlaqə işlənir? Yəni çox. Birbaşa uşaqlar B bəndinə baxaq, görək nə qədər burada sintaktik əlaqə var. Bu qoca dünya, dünyanın sirrini öyrən, sən öyrən. Deməli, 1, 2, 3, 4, 5 oldu. Hətta birini də mən artırım. 2 və 3-cü növ təyinli söz birləşmələri arasında 2 dənə əlaqə olur. Keçmiş dillə desək, həm idarə, həm də uzlaşma. Yəni, burada artıq 6 sintaktik əlaqə mövcuddur. Cavab B bəndi. Hansı cümlədə sözlər arasında sintaktik əlaqə yoxdur, deyir. Uşaqlar, sintaktik əlaqə ümumiyyətlə yadda saxlayın ki, xəbərdən başqa hər hansı bir cümlə üzvü varsa, orada sintaktik əlaqə, yəni tabelik əlaqəsi mövcuddur. Bir halda olmaya bilər ki, xəbərdən başqa heç bir cümlə üzvü olmasın. Birbaşa B-yə baxaq. Əlbəttə modal sözdür. Anar xitabdır. Daha da ədatdır. Gördüyünüz kimi cümlə üzvü yoxdur. Təkcə xəbərdən başqa. Deməli, cavab olacaq B bəndi. Çünki xəbər burada güclü heç bir sözlə sintaktik əlaqəyə girmir. 17. Hansı nümunədə tabesizlik əlaqəsində olan cümlə üzvləri işlənib? A bəndində Nəbiyyəgül nəvə var, heç biri olmayacaq. Göz yaşları izdirabın səssiz təzahürüdür. Vergül və yoxdur, olmayacaq. Bugün gələn təbriklər tanışlardan və dostlardandır. Gördüyünüz kimi həmcins xəbərlər işlənib. Tanışlardandır və dostlardan cavab C olacaq. Keçək 18-ci suala. Hansı nümunədə sintaktik əlaqənin hər iki növündən istifadə edilmişdir? Bayaq dediyim kimi uşaqlar, əgər orada cümlə varsa, ən azı 2 cümlə üzvü varsa, tabelik əlaqəsi mövcuddur olacaq. Bu tipli suallarda biz nəyə baxmalıyıq? Təbii ki, tabesizlik əlaqəsini axtarmalıyıq. Yəni, biz nəyi axtarmalıyıq? Və bağlayıcısını. E bəndinə birbaşa baxsaq görərik ki, elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər.
Deməli, burada tabelçilik əlaqəsi varsa cavabımız bu olacaq. Çünki hər bir cümlədə tabelçilik əlaqəsi mövcuddur. D bəndində mürəkkəb olsa da ki, tabeli bağlayıcı olduğu üçün olmayacaq. B-də tabeli olduğu üçün olmayacaq. A-da isə heç bir şey vergül belə yoxdur. Sonra keçək növbəti suala. Mühasib, nöqtə. Nöqtələrin yerinə elə söz seçin ki, mühasib sözü sintaktik əlaqənin əsas tərəfi olsun. Əsas tərəfi olması üçün nə olmalıdır? Mühasib mübtəda vəzifəsində olmalıdır. Mühasib işləyir. Nə işləyir? Mühasib. Gördüyünüz kimi mühasib burada. İşləyiri qoysaq, mühasib mübtəda olacaq və cavab A olacaq. Çünki əsas tərəf. Qurban mühasib. Hansı mühasib? Daha doğrusu mühasib qurban. Hansı qurban? Mühasib dostum. Hansı dostum? Mühasib Həsənov. Hansı Həsənov? Mühasib qardaşım. Hansı qardaşım? Cavab A bəndi olacaq. Çünki digərlər təyin olur və təyin sintaktik əlaqədə hər zaman aslı tərəf olur. Sual 20. Mən sənin eşqinlə daim yaşaram cümləsində sintaktik əlaqə baxımından yanlışdır. Mən birbaşa deyə bilərəm ki, mən yaşaram olur, sənin eşqinlə olur, eşqinlə yaşaram olur, daim yaşaram olur. Baxaq görək, daim eşqinlə. Cavab bu olacaq. Sual 21. Yalnız tabellik əlaqəsinin olduğu cümlələri müəyyən edin. Tabellik, yəni tabelçiliyi biz tapmamalıyıq burada. Dənizin dalğaları sahili döyəcləyirdi. Burada vergül və bağlayıcı heç bir şey yoxdursa, cavabımızın biri olacaq. Qızıl gülü dəstə-dəstə dərərəm, yollarına düzərəm. Dərərəm və yollarına düzərəm. Burada tabelçilik əlaqəsi olacaq. Piyanosu sanki restoranda olduğunu unutmuşdu. Burada nə vergül, nə və var? Cavabımızın biri 3 olacaq. Sultan artisti çağırmağı tapşırdı. Bir də 4 olacaq. 5-də oxudu və düzəlişlər edərək redaksiyaya göndərdi. Və işlətmək olursa, biləcək ki, orada tabelçilik əlaqəsi var. Yəni cavab 1, 3, 4, A bəndi. Sintaktik əlaqənin hər iki növünün olduğu cümlələri müəyyən edin. Birdən su çalxalandı və yerə dağıldı. Dediyim kimi biz nəyi tapmalıyıq? Tabelçiliyi. Və varsa tabelçilik əlaqəsi var. 2-yə baxaq. Zalda tərpəniş əmələ gəldi. Kimsə öskürdü. Burada və işlətmək olarsa, gəldi və kimsə öskürdü. Demək 1, 2-də olacaq. Həyat nigaran adamlarla dolu idi. Burada vergül və yoxdur, 3 olmayacaq. Həqiqət atıb söyləmək bəlkə də ən son çarə idi. Burada vergüllər modal sözlə bağlıdır. Burada olmayacaq. Vüqar yükü maşına qoydu və oradan kitabları götürdü. Və işlətmək olursa cavabımızın da biri 5 olacaq. 1, 2, 5, B bənd. Mən dünən dostumdan qiymətli kitabı aldım cümləsində sintaktik əlaqə baxımından yanlışdır. Deməli, mən dünən dostumdan qiymətli kitabı aldım cümləsində sintaktik əlaqə baxımından nəyi soruşur? Yanlış olanı soruşur. Mən aldım, dünən aldım, dostumdan aldım, kitabı aldım, qiymətli kitabı. Bunun arasında sintaktik əlaqə var. Mən dostumdan. Bunun arasında isə olmayacaq. Mühəndis İmanov təzə işçiləri əvvəl qəbul etdi cümləsində sintaktik əlaqə baxımından uyğunsuzluğu müəyyən edin, yəni yanlışı müəyyən edin. Əvvəl qəbul etdi, xəbər əsas tərəf olur, düzdür. Təzə işçiləri, təyin hər zaman asıl tərəf olur, düzdür. İşçiləri qəbul etdi, xəbər əsas tərəf olur, düzdür. Mühəndis qəbul etdi. Burada qəbul edən mühəndis yox, İmanovdur. İmanov qəbul etdi. Mühəndis isə uşaqlar İmanova aiddir. Təyin hər zaman təyin olunan sözə aid olur. Ümumiyyətlə burada yanlışlıq var. Cavab D olacaq.
Sual 25. Mən torpağam, məni atəş yandırmaz. Nümunədə hansı sözlər arasında uzlaşma əlaqəsi var? Baxaq, mən torpağam, məni atəş yandırmaz. Yəni atəş yandırmaz. Mübtəda və xəbər. 1, 2, 4, 5. Elə bir variant? Bəli, C variantı. Sual 26. Tabesizlik əlaqəsi olan cümlələri müəyyənləşdirin. Bəxtiyar və qardaşı Mehman, Bəxtiyarla qardaşı Mehman peşəkar futbolçudurlar. Bəxtiyar və qardaşı. 1. Tabesizliyi soruşur bizdən. Şərtimizi, qəti sözümüzü in deyəcək. Şərtimizi və qəti sözümüzü 2. Səhərin alaqaranlığında kəndliləri səsə vermişdi. Olmayacaq. Azərbaycan parlaq gələcəyi naminə biliklərə dərindən yiyələnməli. Nə vergül, nə və var olmayacaq. Aytac, Nurtac və Gültac bacıdırlar. Bir də 5 olacaq. 1, 2, 5. Sual 27. Tabesizlik əlaqəsi olan cümlələri müəyyən edin. Nəyə soruşur yenə? Tabesizlik. Səməd və dostu Osman və varsa elənə dəyişə bilərik. Demə 1. İştirakçılar tədbirin sonuna yaxın yavaş-yavaş dağılışırlar. Burada yoxdur. Azadlığımızı və milli müstəqilliyimizi qorumaq borcumuzdur və artıra biliriksə 3. Əziz uşaqlar, imtahan böyük məsuliyyət tələb edir. Burada vergül nəyə aiddir? Xitaba aid olduğu üçün 4 olmayacaq. Əskərlər nizamnaməyə əməl etməli, komandirlərinin əmrlərinə tabe olmalıdırlar. Etməli və olmalıdırlar. Cavabın da biri 5 olacaq. 1, 3, 5. Həm tabelik, həm də tabesizlik əlaqəsi işlənmiş cümlələri müəyyən edin. Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Əcəl aldı, yer gizlədi. Nəyə soruşur bizdən? Həm tabellik, həm də tabesizlik əlaqəsi. Deməli, biz burada nəyi tapmalıyıq? Tabesizlik əlaqəsini. Baxaq. Əcəl aldı və yer gizlədi. 1. Mən Qacar nəsliyəm və şahlar şahıyam. 2. Qaysaq bağlayan elə yaralar var ki artıra biliriksə tabeli cümlədir. 3 olmayacaq. Başqasının səhvinə dözsək də sa plus da tabeli mürəkkəb cümləni bağlayır. Dünya 2-yə bölündü və çatlar şairin ürəyindən keçdi. Cavabımızın da biri 5 olacaq. Hər kəsi qınamaq və ya hamının işini tərifləmək və ya tabesiz bağlayıcıdır. 6 da olacaq. Deməli 1, 2, 5, 6. Keçək növbəti suala. Sual 29. Cədvəldəki uyğunsuzluğu deyir tapın, yəni ki, yanlış olanı. Nümunəni verib, sonra fərqləndirilmiş sözlərdə uzlaşma əlaqəsinin göstəricisidir. Uşaqlar, uzlaşma əlaqəsinin göstəricisi xəbərli şəkilçiləridir. Mən gördüyümü görməsən də sən. Burada görməsən təhlil etsək. Gör sözün kökü. Mə. Burada nədir? İnkar şəkilçisi. Sasə. Şərt şəkli. N da nə olacaq? Şəxs onluğu. Amma burada nəyi verib? Sən verib. Deməli, yanlışdır. Burada ıq təbii ki, şəxs onluqdur. Düzdür. Bəs bizim eşqimiz nə vaxta qədər sinəmiz altında dustaq qalacaqdır? Burada dır şəxs onluğudur. Düzdür. Ir adında şəxs onluğu yoxdur. Buradakı ir indiki zaman şəkilçisidir. Yanlışdır. Bizə də yanlışı soruşduğu üçün 1 və 4. Cavabımız olacaq 1 və 4. Sual 30. Hansı nümunələrin tərkibində həm tabesizlik, həm də uzlaşma əlaqəsi özünü göstərir? Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl. Kim? Sən olmalıydı. Yəni, burada nə yoxdur? Mübtəda olmadığı üçün uzlaşma əlaqəsi yoxdur. Xalqın müqəddəratı, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir.
nə etməlidir? Çevrilməlidir. Nə? Xalqın müqəddəratı, vətənin taleyi. Həm mübtədadır, həm də həmzis üzvüdür. Deməli, həm uzlaşma, həm də tabelçilik əlaqəsi var. Kim öz vətənini sevmirsə, deməli o heç nəyi və heç kəsi sevmir. Baxaq, kim sevmirsə, uzlaşma əlaqəsi, çünki mübtəda və xəbərdir. Heç nəyi və heç kəsi sevmir. Heç nəyi tamamlıq, heç kəsi tamamlıq həmcinsdir. Bir də 3 olacaq cavabın. Yaxşılıq və pislik yaddan çıxmaz. Nə etmək çıxmaz? Yaddan çıxmaz. Aha. Nə? Pislik və yaxşılıq həm mübtədadır, uzlaşma əlaqəsi var, həm də bunun ikisinin arasında və olduğu üçün tabelçilik əlaqəsi var. Cavabın da biri 4 olacaq. Bu gün üçün yaşayın. Gələcək üçün isə ümid edin. Kim? Siz. Deməli, burada işlənməyib ki. Yox, deməli, uzlaşma yoxdur. Cavab olacaq 2, 3 və 4. Hansı nümunələrdə tabelçilik əlaqəsi cümlələr arasındadır? Baxaq, küçədə maşınların səsi eşidilir, fit səsindən qulaq tutulurdu. Aha, eşidilir, nə? Maşınların səsi, qulaq tutulurdu. Bunda şəxsiz, deməli, bu şəxsiz cümlə olduğu üçün cavab olacaq biri 1. Uşaqlar qaldırıcı kranın işinə tamaşa edir, bir-birinə suallar verirdilər. Deməli, tamaşa edən də uşaqlardır, sualları verən də uşaqlar. Deməli, sadə cümlə olacaq, cavab olmayacaq. Üçrəngli bayraq dövlətin atributuna, ölkənin rəmzinə çevrildi. Niyə çevrildi? Nəyə? Dövlətin atributuna, ölkənin rəmzinə. Sadə cümlədir, xəbər bir dənədir. Qartal göyə dövrə vurur, ovçu onu gözləyirlə izləyir. Dövrə vuran qartaldır, izləyən isə ovçudur. Hər xəbərin ayrı mübtədası olduğu üçün 4-də olacaq. Köhnə xəzəllərin altından göy otlar çıxır, yazın gəlişi duyulurdu. Çıxan otlardır, duyulan isə yazın nə idi? Gəlişi idi. Cavabın biri 5 olacaq. 1, 4 və 5. 32. Hansı cümlədə uzlaşma əlaqəsi var? Onun məqsədi öyrənməkdir. Nədir öyrənmək? Nə onun məqsədi? 1. Aylarla axı getməli oldular. Kim? Onlar olmalıydı. Yəni burada mübtəda yoxdur. Əlbəttə, Əli bilməlidir. Kim? Əli. Mübtəda var. Zənnimcə az deyil. Bu şəxsi cümlədir. Sizə soruşacaqlar. Kim? Onlar. Burada da onlar olmalı, yoxsa işlənməyib. Bəlkə də Nuray razılaşdı. Nə etdi? Razılaşdı. Kim? Nuray. Mübtəda var. 6 olacaq. 1, 3, 6. Keçək növbəti suala. Donmuş şəlalələrdə beynəlxalq və yerli əhəmiyyətli yarışlar keçirilir nümunəsi ilə bağlı doğru fikirləri müəyyən edin. Təyin həm gəl bunu sintaksi təhlil eləyək. Keçirilir xəbər. Nə? Yarışlar mübtəda. Necə yarışlar? Deməli, əhəmiyyətli yarışlar təyindir. Seçə bilmirəm yaxşı. Sonra yerli, sonra beynəlxalq təyindir bu da. Harda keçirilir? Şəlalələrdə, zəiflikdir. Hansı şəlalələrdə? Donmuş şəlalələrdə. Təyin həm baş, həm də ikinci dərəcəli cümlə üzvü ilə tabellik əlaqəsindədir. Bu ikinci dərəcəli üzvdür. Yarış isə baş üzvdür. 1 düz olacaq. Uzlaşma əlaqəsinin həm əsas, həm də aslı tərəfi düzəltmə nitq hissəsi ilə ifadə olunmuşdur. Uzlaşma əlaqəsinin həm əsas, həm də aslı tərəfi. Baxaq. Yarış burada sadədir. Keçirilir isə nədir? Düzəltmədir. Deməli, yanlış olacaq. Həm tabellik, həm də tabelçilik əlaqəsi işlənmişdir. Həm tabellik, bəli, və bağlayıcısı varsa tabelsiz var. Tabel də hər yerdə, hər bir cümlədə olur. 3 düzdür. İsmi birləşmə xəbərlə tabellik əlaqəsindədir. İsmi birləşməyə baxaq. Donmuş şəlalələrdə
İsmi birləşmə xəbərə tabeləş. Bəli, tabeleş əlaqəsidir. Bu da düzdür. Xəbər tabeleş əlaqəsində həm əsas, həm də aslı tərəfdir. Tabeleş əlaqəsində həm əsas, həm də aslı tərəfdir. Mübtəda ilə deməli aslı tərəfdir. Digər cümlə şəlalələrdə zərfli işlən isə nədir? Əsas tərəf o olur. Belə baxanda burada 4 cavab oldu. Bir də baxaq. Deməli, təyin həm baş, həm ikinci dərəcəli cümlə üzvü ilə tabeleş əlaqəsində bu düzdür. Həm tabellik, həm tabeleş əlaqəsi işlənmişdir. Bu da düzdür. İsmi birləşmə xəbərlə tabellik əlaqəsindədir. Donmuş şəlalə, əhəmiyyətli yarış. Bu da düzdür. 1, 3, 4, 5. Şagird və məzunlar imtahanlara ciddi hazırlaşırlar cümləsi ilə bağlı uyğunluğu, yəni doğru cavabı müəyyən edin. Tabellik əlaqəsi, tabellik əlaqəsi. Şagird və məzunlar. Deməli, və varsa tabellikdir 1A. İmtahanlara ciddi. İmtahanlara ciddi belə bir şey yoxdur. Heç biri olmayacaq B. Məzunlar imtahanlara. Burada heç bir şey olmayacaq. Məzunlar hazırlaşırlar. Tabellik əlaqəsidir. D. Ciddi hazırlaşırlar. Burada zərflik və xəbər arasında nə olur? Tabellik əlaqəsi olur. D. Demək 1A, 2D. Son sual 35. Uyğunluğu müəyyən edin. Cümlə üzvləri arasında həm tabellik, həm də tabellik əlaqəsi var. Cümlə üzvləri arasında yalnız tabellik əlaqəsi var. Bacıların Zəhra və Mələk və varsa tabelsiz var, tabelsiz varsa tabellik əlaqəsi də olur. Deməli 1A. Görüm yaza biləcəyik 1A. Biraz bunu qabağa verək. Sonra, sən bilirdin ki, şəhərdə Usta Mərdin adlı babam var. Ki, olduğu üçün bu tabellik cümlə, tabeli mürəkkəb cümlədir və tabelsiz əlaqəsi yoxdur. Deməli, 2 olacaq nə? B. 2 olacaq B. C-yə baxaq. Əgər razı olsa, sizi də bu yay onun yanına aparacağım. Saatsə varsa tabelidir. Bu da C-yə aid olacaq. Motor guruldayır və borular cingildəyir və hər tərəfdən səslər eşidilirdi. Və artırmaq olursa tabelsizdir. Tabelsiz olduğu üçün 1-ə aid olacaq. Deməli 1 AD, 2 BC. Suallarımız burada bitdi uşaqlar. Ümid edirəm sizə kömək oldu. Təklif və iradlarınızı rəy bölümündə yazsanız sevinərik. Sağ olun.